Salam dəyərli müəllimlər, dəyərli müdavimlər. Bugün sizinlə Educompan Təhsil şirkətinin ə, deməli MIQ imtahanına hazırlaşan müdavimlər üçün təşkil etdiyi ödənişsiz MIQ səviyyəli sınağımızın, yəni kurikulum suallarının izahını verəcəm. Deməli, birinci sualda deyir ki, diaqnostik qiymətləndirmə haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? Qələmimizi götürək. Bilirik ki, imtahana mütləq şəkildə qiymətləndirmədən sual düşür. İndi diaqnostik mi düşəcək, formativ, summativ onu deyə bilmərik. Ya da ki, hər ixtisasa birinə məsələn diaqnostik, birinə summativ, digər ixtisaslara formativ düşə bilər. İndi biz yanlış fikri axtarırıq. Deyir, diaqnostik qiymətləndirmə müəyyən bir bala və ya rəqəmə əsaslanmır. Düz deyir də, bal və rəqəm summativdə olur. Bu getdi. Diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlardan bölmənin sonunda da istifadə etmək olar. Amma bu yenidən diaqnostik qiymətləndirmə keçirmək anlamına gəlmir. Düz fikirdir. Bəli, diaqnostik qiymətləndirmə adətən əvvəllərdə olur. Yəni ki, belə deyək də, tədris ilinin əvvəli, ikinci yarım ilin əvvəli, bölmənin əvvəli, məktəbdən sinifdən sinifə keçəndə, mövzuya başlamazdan əvvəl və s. Bəzən də bölmə sonunda ola bilir. Amma bunu nə məqsədlə keçiririk? Bölmənin əvvəlində keçirmişik, indi uşaq biraz zəif olub, sonra uşaq gəlib bütün bölməni keçib, bitirib. Təzədən həmin bölmənin sonunda eyni tip tapşırıqlar verəndə, hansı ki əvvəldə keçirmişdik ya, ona aid tapşırıqlar verəndə, artıq istərsiniz şagirddə inkişaf gedib axı. Şagirddə motivasiya yaranır ki, əvvəl zəif idim, məndə nə qədər inkişaf gedib. Yəni bu məqsədlə keçirmək olar. Yəni bu da düzdür. Bu ikisini götürmürük. Biz səhv axtarırıq. Diaqnostik qiymətləndirmə təlim nəticələrinin reallaşma səviyyəsi müəyyənləşdirir. Təlim nəticəsinin reallaşma səviyyəsi refleksiyadır. Yəni bu necə olur? Biz dərsin əvvəlində təlim nəticəsini şagirdlərə elan edirik. Yəni dərsin məqsədini şagirdlərə elan edirik. Dərsin sonunda isə onun reallaşma səviyyəsini yoxlayırıq. Yəni ki, məsələn də refleksiya üsulları ilə 3-2-1 olsun, çıxış bileti olsun və s. və ilaxır. Bu üsullarla yoxlayırıq ki, görək uşaq təlim nəticəsinə, yəni dərsin məqsədinə nə dərəcədə çatıb, nə dərəcədə reallaşdıra bilmişik. Yəni biz buna nə deyirik? Refleksiya. Refleksiya isə formativ üsuludur. Deməli, C yanlışdır. Diaqnostik qiymətləndirmə şagirdlərin yanlış bildiklərinə aydınlıq gətirir və müəllimə yeni mövzunu təqdim edilməsində nədən başlamalı olduğunu göstərir. Bəli, bunu bayaq da dedim ki, mövzu əvvəlində müəllim bilir ki, nəyə necə başlasın. Çünki diaqnoz qoyur, artıq bilir və ona görə də dərsini, planını və s. qurur. Diaqnostik qiymətləndirmə təlimi effektiv təşkil etmək üçün müəllimə şərait yaradır. Bu da doğrudur. Bunları götürmürük. Birinci sualın cavabı C variantı. Gəldik ikinci sualımıza. Sinifdə deməli plastiklər gündəlik rahatlıq yoxsa ekoloji təhlükədir? Yəni belə bir mövzuda dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərək təqdimat hazırlayırlar. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir, digərləri isə diqqətsiz və passiv qalıb, passivdir. Müəllim bu vəziyyətdə qrup daxili əməkdaşlığı artırmaq və bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addımı atsa daha effektiv olar? Adətən daha effektiv, ən düzgün cavab. Bu kimi şeyləri görəndə bilin ki, sizə hardasa 2-3 cavab düz gələ bilər. Siz daha effektiv olanı seçməlisiniz. Deməli, baxaq. Qrupa xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak qiymətə təsir edəcək. Bu xəbərdarlıq biraz sərt yanaşmadır. Yəni, ilk addımımız bu olmamalıdır. Getdi. Qrupun yanına gedərək vəzifələri özünüz bölüşdürürsünüz. Bəli, bu ola bilər. Niyə? Çünki bir qrupdur və bu qrupda əməkdaşlığı artırmaq lazımdır. Çünki burada bir uşaq bütün işləri özü yerinə yetirir. Dominant deyirlər də buna, yəni ələ keçirib hamısı mən, digərlər qalıb kənarda. Diqqətsiz və passiv şəkildə kənarda qalıb. Mən də gəlirəm, nə edirəm? Gəlirəm vəzifələri onların arasında bölüşdürürəm ki, hərə bilsin ki, nə iş görəcək, hərə öz öhdəsinə düşən işi eləsin. Bunu bir növ belə düşünün, elə bir qohumunuzun nə bilim, xeyir işidir, nişanıdır, toyu və s. və ilaxır. Amma restoranda etmirsiniz, indi həyət toyu deyək. Getmişsiniz ona köməyə.
Yəni də yaxın olaraq getmisiniz onların evinə kömək. Təbii ki, evdə də çoxlu insanlar, qohumlar, hərə bir yerdən bir kömək eləyir. Girirsiniz mətbəxə, bilmirsiniz nədən başlayır. Qalmısınız kənarda, amma kömək etmək məqsədi ilə getmisiniz. Amma heç kim sizə baxmır da, hərə öz işini görür. O gedir bu qabları daşıyır, biri süfrəni bəzəyir, biri yeməyi, salat və s. Siz güya kömək məqsədi ilə getmisiniz, amma heç nə də bilmirsiniz. Amma sizə konkret bir iş verəndə ki, ala sən də get bu işlə məşğul. Məsələn, qabları yu və salam. Siz bilirsiniz ki, bu sizin işinizdir və gedirsiniz işinizi görürsünüz. Bu kimi düşünə bilərsiniz. Yəni ki, müəllim neynədi? Qrupun yanına getdi, hərənin öz vəzifəsini verdi, hərənin öz üzərinə düşən işi verdi və salam. Hərə bildi ki, mənim işim budur, vəzifəm budur, bu işi yerinə yetirməliyəm. Rahatlıqla işi yerinə yetirəcək və pasiv qalmayacaq. Və yaxud da məsələn, Ceydə deyir ki, sakitcə yaxınlaşıb suallarla onları düşünməyə, iştirak etməyə təşviq edirsiniz. Burada artıq belə deyək də, bu bir uşaq bütün işləri özü yerinə yetirir axı. Mən artıq neynəməliyəm? Bir rol bölgüsü etməliyəm. Ona görə səhvdir. Çalışan şagirdə ayıraraq işi tək başına tamamlaması xeyr. Təbii ki, ayırmaq belə bir şey olmur. Qrupu olduğu kimi buraxırsınız, problemi özləri həll etsin. Hardan həll etsin? Onda belə çıxır ki, axıra kimi də bunlar pasiv qalsınlar, işləməsinlər. Təbii ki, səhvdir. İkinci sualın cavabı B variantı. Üçüncü sual, valideynlə düzgün münasibət qurmaq üçün diqqət yetirilməli olan məsələləri müəyyən edin. Bu əzbərçi sualdır. Müəllim-valideyn münasibətini möhtəşəm bilsəz, rahatlıqla da bu mövzudan düşən sualı yazacaqsınız. Deməli, deyir şagirdin özü ilə empatiya qurmaq. Mənə deyir ki, valideynlə düzgün münasibət. Mən niyə şagirdin özü ilə? Bəli, şagirdlə empatiya qurmaq lazımdır, amma bu suala uyğun deyil. Getdi. Ailə ilə empatiya qurmaq düzdür. Deməli, belə eləyək də. Xüsusi məsələlərlə bağlı, deməli, ümumi müzakirə təşkil etmək. Ümumi müzakirə olmaz. Səhvdir. Deməli, şagirdlərin empatiya qurmasına yenə də şagird deyir. Mənə isə sualda müəllim-valideyn münasibəti deyir. Təşəbbüsü ələ almaq düzdür. Konfidensiallığı arxa plana atmaq səhvdir. Xeyr, konfidensiallığı qorumaq lazımdır. Məxfiliyi qorumaq düzdür. Məxfilik elə konfidensiallıq idi. Valideynin təşəbbüsü ələ almasına şərait yox. Xeyr, valideyn yox, mən təşəbbüsü ələ almalıyam. Yəni müəllim, səhvdir. Duyğu akvariumdan istifadə etmək, bu şagirdlərə aiddir. Getdi. Təkidli, israrlı olmaq düzdür. Məsələn, valideyn iclasa gəlmirsə, iştirak etmirsə, bəli, mən təşəbbüsü ələ alıb təkidli və israrlı olmalıyam. Yəni müəllim olaraq. Şagirdə anladığınızı göstərir. Yenə şagirddir, səhvdir. Valideyni anladığınızı göstərmək düzdür. Yəni 2, 5, 7, 10, 12 bu müəllim-valideyn münasibətlərinə aiddir. Dördüncü sualın cavabı sinfin effektiv idarə edilməsi ilə bağlı doğru fikirləri bizdən deməli istəyir. Baxaq, deməli burada 11 dənə fikir var, biz doğrunu tapmalıyıq. Deyir, dərs zamanı yanlış davranışa qeyri-verbal reaksiya vermək daha məqsədə uyğundur. Bəli, qeyri-verbal, yəni səssiz reaksiya vermək, bu doğrudur, götürdük. Qayda sayının çox olması sinfin maksimum dərəcədə səmərəli idarə edilməsinə səbəb olacaq ki, bu da dərsdə nizam-intizam pozuntusunun qarşısını almağa yardım edir. Təbii ki, bu cavab səhvdir. Niyə? Qayda sayının çox olması. Xeyr, qayda sayı 3-5 arası olsa bəsdir. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması konfliktlərin daha effektiv həllinə kömək edir. Bəli, bu da sinfin effektiv idarə edilməsinə var idi. Məsələn, konflikt varsa sinif iclası keçiririk, yazılı şəkildə ortaq dəyərlər müəyyən edirik. Yəni 3-ü də götürürük. Sonra sinfin effektiv idarə edilməsi zamanı öyrənmə prosesi axıcı olmur. Niyə? Əgər bir effektiv idarə etmə varsa, niyə axıcı olmasın? Əksinə olur. Götürmürük. Müəllim sinifdə yanlış davranışın baş verməməsi üçün plan hazırlamalıdır. Bəli, buna deyirik peşəkar müəllim. Üsülü sayın, canlıdan çıxmışam 4 saatlıq canlıdan səsim tez-tez batır. Deməli, 5-i də götürdük. İlin əvvəlində müəllimin gözlənti əvəzinə sinfə qayda qoyması daha düzgündür. Bu səhvdir. Biz əvvəlcə gözlənti qoyuruq. Şagirdlər gözləntiləri pozarsa qayda qoyuruq. Ona görə götürmürük. Qaydalara əməl edildikdə şagird üçün müsbət, edilmədikdə mənfi nəticələr olur. Düzdür. Qayda ən başda tərtib olunmalıdır. Deməli, səhvdir. Ən başda birinci gözlənti qoyuruq. Sinif prosedurları müəyyən edərkən diqqət etmək lazımdır ki,
ardıcıl addımlardan ibarət olsun. Və prosedural bilik kimi də yadda saxlaya bilərsiniz. Ardıcıl, addım-addım, sırayla və s. Bu da düzdür, götürürük. Şagird fikirlərini toplayıb cavab verənə kimi müəllim gözləməlidir. Gözlə ki, gözləyəsən. Bəlkə axşama kimi fikrini toplaya bilmədi. Səriştəli müəllim problem yaranan zaman cəza metodlarından istifadə etməklə. Xeyr, səriştəli müəllim cəza metodundan və problem yaranan zaman cəza metodundan həmin dəqiqə istifadə edib davranış düzəltmir, səhvdir. Nə oldu cavabımız? Deməli, baxaq 1, 3, 5, 7, 9, yəni B variantı. 5-ci suala baxaq. Şagird dərsləri dinləmir, heç bir tapşırığı yerinə yetirməyib yarımçıq qoyur, summativ qiymətləndirmədən belə qeyri-kafi almaq istəyir. Mən bu sualı oxuyanda bilirsiniz nə gördüm? Həyatdan küsmüş bir uşaq, artıq heç nə vecinə deyil sanki. Burada müəllim şagirdə necə yanaşmalıdır? Müəllim şagirdə olanları göz ardı etməyə təklif etməlidir və şagirdə motivasiya verməlidir. Elə bir uşağa deyirəm ki, daha olan olub balam, keçən keçib, hər şeyi göz ardı elə, fikir vermə. Bu təbii ki, yanlış cavabdır da. Bunu edə bilərəm, amma bir uşaqla söhbət aparsam, onun dərdini anlasam, dərdi nədir, niyə bu belə eləyir, bunları anlasam, bəlkə sonra bunu deməyim, bəlkə düzgün olar, amma dediyim kimi, bura uyğun bir cavab deyil. Müəllim vəziyyətə daha pozitiv yanaşıb şagirddə öz hisslərini adlandırma qabiliyyəti formalaşdırmalıdır. Yəni, demək istəyir ki, özünü dərk hissini formalaşdırmalıdır. Vəziyyətə daha pozitiv yanaşmaq deyəndə ki, burada görürəm ki, uşaq dərsi dinləmir, heç bir tapşırığı yerinə yetirmir. Summativdən belə qeyri-kafi almaq istəyir. Yəni, nəsə baş verib də, mən birinci onu müəyyən etməliyəm. Müəllim vəziyyətə reaktiv. Reaktiv ümumiyyətlə yanlışdır. Reaktiv yanaşma avtoritar sistemdəki müəllimdir. Həmin dəqiq cəza versin, yəni sərt şəkildə davransın, olmaz. Müəllim şagirdə özündəki komponentini, zaten özündəki, burada da demişdi, öz hisslərini adlandırma. Yəni, bu da səhvdir. Müəllim sosial məlumatlıq komponentin şərtlərinə əməl etməlidir. Sosial məlumatlıq Daniel Goleman nəzəriyyəsinin 4-cü komponenti, yəni empatiyadır. Bəli. Birinci mənim işim şagirdi anlamaya çalışmalıyam ki, bu uşağın nəsə dərdi var. Heç mi olmayıb bizdə? Həmin gün heç bir işə əlimiz yatmayıb. Məsələn, işimizi çox sevirik, amma həmin gün sanki həyatdan bezmirsən, heç bir işə əlin yatmır, heç bir şey eləmək istəmirsən. Belə ancaq yatım, belə heç kim mənə dəyib dolaşmasın. Olub da hər birimizin həyatında belə günlər. Demək ki, bu uşağın həyatında da belə bir gün yaşanır. Sualda da nə deyir? Burada müəllim şagirdə necə yanaşmalıdır? Yəni, onu anlamaya çalışmalıdır. Getdik. 6-cı sual Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflis və Gəncə dövründəki fəaliyyətinə dair mövqeyinizi, yəni öz mövqeyinizi bildirin. Fikirlərinizi arqumentlərlə əsaslandırın. Əsaslandırın feili biz bilirik ki, daha çox 100% demirik. Daha çox təhlil etmək və yaratmaq mərhələsinə uyğun gəlir. Bəli, istisna hallarda ola bilər ki, gələr anlamaq mərhələsinə də uyğun gələr. Yəni, o da ola bilər. Amma daha çox təhlil və dəyərləndirməyə aiddir. İndi burada nə dedi? Öz mövqeyinizi bildirin. Yəni ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflis və Gəncə dövründəki fəaliyyəti. Yəni, nə işlər görüblər Tiflis və Gəncə dövründə? Həmin o işlərə öz mövqeyinizi bildirin. Və deyir, mövqeyinizi bildirdiniz, arqument də gətirin. Bu olacaq dəyərləndirmək mərhələsi. Tənqidi təfəkkür və bağışlayın, dəyərləndirmə mərhələsi. Bəli, tənqidi təfəkkür və konseptual bilik. Elə bildim, cavablarda yoxdur. Konseptual bilik niyə? Çünki burada biliklərin əlaqələndirilməsi var. Fikirlər əsaslandıracaqsınız. Belə, tənqidi təfəkkür, dəyərləndirmə isə öz münasibətini bildirmək. Bunlar hamısı aiddir. Nəyisə qiymətləndirmək, öz münasibətini bildirmək, arqument, fakt gətirmək hamısı aiddir tənqidi təfəkkür və dəyərləndirmə mərhələsinə. 7-ci sualımız sinfin idarə olunmasına aid doğru cavabları bizdən yenə də istəyir. Bir də deyir ki, qaydalar müəyyən addımlardan ibarət olmalıdır. Baxın, bu səhvdir. Niyə səhvdir? Çünki qaydalar yox, prosedurlar addımlardan ibarət olur. Addımlardan ibarət olur. Qaydalar tapşırıqların hansı ardıcı? Yenə də ardıcıllıq sözünü gördümsə, bu da prosedur olur.
prosedurlar ardıcıllıqla, addım, sıra bunlar onun açar sözləridir. İkisi də getdi. Şagirdlər arasında olan problemi sinif iclası vasitəsilə həll etmək olar. Bəli, bu düz idi, var idi. Konflikt varsa sinif iclası keçirirdik. Sinif iclasını valideyn iclası ilə qarışdırmayın. Kiçik qruplarda iş formasına ənənəvi təlimdə geniş istifadə olunurdu. Ola bilər ki, ənənəvi təlimdə kiçik qruplardan deməli istifadə ediblər, amma geniş şəkildə olmayıb, səhvdir. Akademik nailiyyətlərdə irəliləyiş şagirdlərdə sosial emosional öyrənmə inkişafını təmin edir. Bu cümlə belə deyim də səhvdir. Bu yeri dəyişik düşüb. Deməli idi ki, sosial emosional öyrənmə akademik nailiyyəti irəliyə aparır. Yəni bir sinifdə ki, sosial emosional öyrənmə mühiti varsa, deməli o sinifdə də şagirdlərdə akademik nailiyyətlər güclənəcək, yaxşı olacaq, irəliyə gedəcək. Yəni şagirdi inkişaf etdirəcək. Cümlənin yeri səhv yazılıb, səhvdir. Prosedurlar davranış pozulmaları ilə bağlı tədbirdir. Prosedurlar tədbir deyil. Tədbir olar qayda. Davranış pozuntusu ilə bağlı tədbir görərəm, yəni qaydalar olar, prosedurlar yox. Şifahi xatırlamaları azaldıb, qeyri-verbal reaksiyaya üstünlük vermək. Bəli, bu sinif idarə edilməsində var ki, dərs pozulmasın, qeyri-verbal reaksiya, göz təması. Bu doğrudur. Prosedurlar yerinə yetirilmədikdə cəza tətbiq olunur. Xeyr, qayda yerinə yetirilmədikdə cəza olur. Prosedurlar şagirdlərə davranışla bağlı ötürülən mesajdır. Prosedurlar yox, gözləntilər şagirdlərə ötürülən mesajdır. Cavab oldu 3-7. 8-də deyir ki, şagirdlərə verilmiş mövzu üzrə təqdimat hazırlamağı deməli tapşırıq verir. Müəllim qiymətləndirmə meyarlarını elan edir. Nitqin inandırıcı olması, auditoriyanın interaktivliyini təmin etmək. Müəllimin məqsədi haqqında verilənlərdən doğrunu istəyir. Müəllimin məqsədi nədir? Baxın, bu 2 dənə meyar. Deməli, baxaq. Bir də deyir ki, şagirdin sözləri uyğun kontekstdə işlətmək bacarığı. Bir də nədir? Nitqin inandırıcı olması. Sözləri uyğun kontekstdə işlətmək bacarığı tamam başqa bir şeydir. Məsələn, hansısa sözü mən uyğun bir kontekstdə, yəni aid olduğu yerə uyğun işlətməliyəm. Bu inandırıcılıq deyil. Yəni bir getdi. Arqumentlərdən effektiv istifadə bacarığı, bəli. Əgər mən güclü arqument gətirə bilirəmsə, deməli kimisə inandıra bilərəm. 2-ni götürdük. Müəllim fəal dinləmə və sual vermə bacarığı formalaşdırır. Fəal dinləmə və sual vermə bacarığı. Zaten burada nitq varsa, auditoriyanın interaktivliyini təmin etmək varsa, bəli, fəal dinləmə və sual vermə bacarığını formalaşdırıram. Sual verirlər və sual verərkən də bir-birimizi sona kimi dinləməliyik, dinlədiyimizi ona nümayiş etdirməliyik. Buna da deyirlər fəal dinləmə. İnformasiyanın qrafik şəkildə təsvir edilməsi, belə bir şey görmürük. Burada nitqin inandırıcı olmasıdır. Burada da auditoriyanın interaktivliyi. Yəni, qrafik falan görmədik. Uyğun jest mimikadan istifadə etmə bacarığının formalaşdırılması, bu da düzdür. 2, 3, 5 doğru cavabdır. Niyə? Məsələn, fəal dinləmə bacarığında biz nə keçmişdik bu daxilidə interaktiv təlim dərsinə? Dinlədiyimizi jest mimikalarla hiss etdirik, başımızı yellədirik, göz təması qururuq, yəni qarşı tərəf görür ki, mən onu dinləyirəm. Yəni 2, 3, 5 bu 2 meyara uyğun olan cavab oldu. İnformatika və riyaziyyat inteqrasiyalı dərsdə müəllim şagirdlərə ikilik say sistemində verilmiş böyük bir məlumat ardıcıllığının içərisində ötürmə zamanı baş verən xətaları tapmaq üçün istifadə olunan təklik biti qaydasını izah edir. Qaydaya görə əgər ardıcıllıqdakı birlərin sayı təkdirsə, sonuna bir dənə də 1 artırılaraq cütləşdirilir. Əgər birlərin sayı cütdürsə, sonuna 0 artırılır. Bizdən taksonomiyanı istəyir ki, taksonomiyanın hansı mərhələsidir? Burada anlamaq mərhələsidir. Niyə? Çünki qaydaya görə dedi. Nə demişdik? Qaydaya əsasən, düstura əsasən və ya da düsturu və qaydanın özünü də yaza bilər. Ohm qanunu əsasən, Pifaqor teoreminə əsasən və s. edirsə uşaq bunları, bu olur anlamaq mərhələsi. Yəni, düstur qayda varsa anlamaq mərhələsidir. Açıq sualı seçin deyir. X-in hansı qiymətlərində 3 vur 2, üstəgə 7x çıx 5, 3 hədlisi 4x üstəgə 1, 2 hədlisinə bərabər olar. Təbii ki, burada
Bu adam bunu hesablayıb konkret cavabı deyəcək. Yəni bu olur qapalı sual. Eni 10 metr, uzunluğu 12 metr olan düzbucaqlı şəkilli bağın kənarları eyni ölçüdə genişləndirildi və onun sahəsi 224 kvadrat metrə çatdırıldı. Bağın ölçüləri neçə metr artırıldı? Yəni konkret qapalı sualdır da adam bunu hesablayacaq, konkret cavab yazacaq. Eyni ilə bu dördbucaqlı qurmaq olarmı? Deyək ki, diaqonalının uzunluğu 13 sm olan dördbucaqlı. Ya hə deyəcək, ya yox. Konkret cavab. Paraleloqramın qonşu təpələrdəki bucaqlarının fərqi 60 dərəcədir. Paraleloqramın bucaqlarını tapın. Yenə də hesablayıb konkret cavab deyəcək. Rasional ifadənin qurulmasını tələb edən bir məsələ də siz yazın. Deməli, burada açıq olur. Niyə olur? Çünki hərə özündən bir dənə məsələ yazacaq. Burada deməli, konkret deyil. 11-ci sualda deməli riyaziyyat və informatika müəllimləri birlikdə layihə əsaslı bir dərs planlaşdırırlar. Dərsdə şagirdlərə koordinat sistemində yerləşən müxtəlif həndəsi fiqurların təpə nöqtələrinin koordinatları verilir. Şagirdlərdən tələb olunur ki, əvvəlcə fiqurların sahəsini hesablamaq üçün riyazi düsturlardan istifadə etsinlər. Daha sonra isə bu prosesi avtomatlaşdırmaq üçün hər hansı bir proqramlaşdırma dilində koordinatları daxil edən və sahəni avtomatik hesablayıb ekrana çıxaran algoritm və kod bloku yazsınlar. Sonda şagirdlər bu proqramın real həyatda, məsələn, memarlıq və ya xəritəçilik proqramlarında ərazilərin sahəsinin tapılmasında necə tətbiq olunduğunu araşdırıb təqdimat edirlər. Bizdən nə soruşur? İnteqrasiyanın növünü ki, hansı istifadə olunub? Burada cavabımız həm fən daxili, həm fənlərarası, həm fənüstü olacaq. Niyə fənüstü olacaq? Deməli, burada real həyatdan söhbət gedir. Baxın, GPS naviqasiya sistemlərində neynədir? Şagirdlər bu proqramın real həyatda, memarlıq və ya xəritəçilik proqramlarında ərazilərin sahəsinin tapılmasında necə tətbiq olunduğunu araşdırıb təqdimat edirlər. Yəni, şagird bunu edir. Fən üstü var. Niyə fənlər arası, fən daxili? Deməli, burada riyaziyyat və informatika fənnini də yəni açıq, aydın şəkildə görə bilirik. Niyə fən daxili? Çünki həndəsi fiqurlar deyir, riyaziyyatın 3-cü məzmun xətti həndəsə, sonra deyir ki, onların koordinatları verilir, tələb olunur ki, şagirdlər bunları hesablamaq da ədədlər və əməllər 1-ci məzmun xəttində var. Yəni, bir sözlə burada fən daxili də görürük, fənlər arası da görürük və fən üstünü də görürük. E variantı düzdür. Növbəti getdik 12-ci suala. Deməli, rəqəmsal təlim mühitində şagirdlər üçün hazırlanmış test tapşırıqları elə proqramlaşdırılıb ki, şagird suala düzgün cavab verdikdə növbəti sualın çətinlik dərəcəsi artır. Səhv cavab verdikdə isə sistem şagirdə mövzu ilə bağlı köməkçi məlumatlar təqdim edərək daha sadə səviyyəli suala keçid edir. Bu yolla hər bir şagird öz öyrənmə sürətinə və səviyyəsinə uyğun fərdi trayektoriya ilə irəliləyir. Bu situasiyada hansı təlim qiymətləndirmə yanaşması tətbiq olunur? Burada deyir ki, diferensial yanaşma müəllim şagirdləri öncədən qruplara bölərək onlara müxtəlif səviyyəli eyni tapşırıqlar verir. Müxtəlif səviyyəli eyni tapşırıqlar. İndi baxaq nə deyir? Təlim mühitində şagirdlər üçün hazırlanmış test tapşırıqları elə proqramlaşdırılıb ki, şagird suala düzgün cavab verdikdə növbəti sualın çətinlik dərəcəsi artır, səhv cavab verdikdə sistem şagirdə mövzuya bağlı kömək. Yəni, bunu oxuyuruq, daha səviyyəli suala keçid edir. Bu yolla hər bir şey öz öyrənmə sürətinə və səviyyəsinə uyğun fərdi trayektoriya ilə irəliləyir. Burada deyir ki, müəllim şagirdləri öncədən qruplara bölərək. Biz burada qrup söhbəti görmədik. Adaptiv yanaşma, qiymətləndirmə və öyrənmə prosesi şagirdin cari performansına və ehtiyaclarına görə dinamik şəkildə dəyişir. Həqiqətən də dəyişir. Deyir ki, şagird suala düz cavab verəndə növbəti sual çətinlik dərəcəsi artır, səhv cavab verəndə biraz çətinlik dərəcəsi azalır, sadələşir. Yəni, B variantı tam uyğundur. Standartlaşdırılmış qiymətləndirmə bütün şagirdlərin nailiyyəti eyni vaxt çərçivəsində təbii ki, belə şey olmur. Əks əlaqə prinsipi. Müəllim yalnız şagirdin səhvlərini qeyd edərək belə bir şey görmədik sualda. Summativ qiymətləndirmədə deyil bu. Deməli, B variantı doğru gəlir. 13-ə baxaq, tarix müəllimi dərsi konstruktivizm nəzəriyyəsinin prinsiplərinə uyğun qurmaq qərarına gəlir. Konstruktivizm bilirsiniz də bilik qurucusu deməkdir. Deməli, o şagirdlərin dərslikdəki hazır bilikləri pasiv qəbul etmək əvəzinə öz idraki fəaliyyətləri vasitəsilə yeni anlayışlar qurmasını hədəfləyir.
Müəllim dərsin gedişatında aşağıdakı fəaliyyətləri icra edir. Deməli, neynir? Şagirdlərin tarixi hadisələr arasındakı səbəb-nəticə əlaqələri barədə əvvəlki dərslərdən qalan biliklərinə əsaslanaraq öz ilkin fərziyyələrini irəli sürmələrinə şərait yaradır. Şagirdlərin mövzu ilə bağlı fərqli tarixi mənbələrdən topladıkları fərqli və bəzən ziddiyyətli məlumatları sinifdə müzakirə etmələrini təmin edir. Təbii ki, bunu görmürük də. Müzakirə zamanı yaranan ziddiyyətləri həll etmək və tək doğru cavabı tapmaq üçün müəllim şagirdlərin müstəqil araşdırma aparmasını dayandırır və onları dərslikdəki hazır ümumiləşdirməni oxuyub əzbərləməyi tapşırır. Əzbərləmək. Baxın, şərtdə baxaq görə bizə nə istəyir? Bu fəaliyyətlərdə hansı konstruktivist, yəni bilik qurucusu, şagird özü aktiv roldadır? Yanaşma prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Bizdən səhvi istəyir, düzü istəmir. Deməli, onda bir düz idi. Şagirdlərin tarixi hadisələr arasındakı səbəb-nəticə əlaqələri barədə əvvəlki dərslərdən qalan biliklərinə əsaslanaraq öz ilkin fərziyyələrini irəli sürmələrini müəllim şərait yaradır. Çox gözəl. Bu aiddir, amma götürmürük. Şagirdlərin mövzu ilə bağlı fərqli tarixi mənbələrdən topladıkları fərqli və bəzən ziddiyyətli məlumatları sinifdə müzakirə etmələrini müəllim təmin edir. Yenə şagird aktiv roldadır. Bu da düzdür. Amma burada 3 oxuyan kimi zaten gördük. Deyir ki, şagirdin müstəqil araşdırma aparmasını dayandırır. Ay nə bilim, ona oxuyub əzbərləməyi tapşırır. Bu ziddi, bunu götürürük. 4-də deyir ki, şagirdlərdə mövzu ilə bağlı idraki konflikt yaradan suallar verərək onları köhnə sxemlərini, təsəvvürlərini yenidən nəzərdən keçirməyə və genişləndirməyə yönəlir. Bu da düzdür. Deməli, burada cavab nə olacaq? Yalnız 3. Bir dənə üçüncüdə şagird aktiv rolda deyil, bilik qurucusu deyil, ancaq əzbərçiliyə yönəldilib. 14-cü sualımız biologiya dərsində qrup işi zamanı Tural hirslənərək sinif yoldaşı Leylanın böyük əməklə hazırladığı bitki hüceyrəsi modelini qəsdən yer atıb sındırır. Müəllim sinifdə baş vermiş bu intizam pozuntusunu aradan qaldırmaq üçün pozitiv intizam və bərpa edici yanaşma prinsiplərini tətbiq etmək qərarı alır. Bu məqsədlə müəllim aşağıdakı fəaliyyətləri icra edir. Müəllim Turala dərhal sinif qaydasını pozduğunu xatırladır. Bu hərəkətinə görə onun qiymətini kəsəcəyini və valideynini məktəbə çağıracağını bildirərək onu digər şagirdlərdən tərcih edib küncdə əyləşdirir. Görün, şərtdə bizdən nə istəyirdi? Müəllimin həyata keçirdiyi bu fəaliyyətlərdən hansıları pozitiv intizam və bərpa edici yanaşmanın prinsiplərinə tam uyğundur istəyir. Onda bir uyğun olmadı. Burada müəllim cəza, nə bilim, valideyni məktəbə çağırmaq, uşağı təcrid etmək. Burada hər şey pozulub. Yəni, bir yanlışdır. Getdik. Deməli, 2. Müəllim həm Tural, həm də Leyla ilə fərdi söhbət apararaq hadisənin hər iki tərəfə necə təsir etdiyini, hansı hisslər keçirdiklərini, bölüşmələrinə və dəymiş zərərin necə aradan qaldırıla biləcəyini birlikdə müəyyənləşdirmələrinə şərait yaradır. Bunu götürmək olar, bəli. Yəni, burada biz kimdir günahkarı axtarmırıq, problemi necə aradan qaldıra bilərik? Bax, bunu axtarırıq. Deməli, müəllim Turala cəza tətbiq etmək əvəzinə ona Leylaya layihəsini yenidən hazırlamaqda kömək etmək məsuliyyəti verir və bu yolla onun həm dəymiş zərəri kompensasiya etməsini, həm də əməkdaşlıq bacarığını bərpa etməsini hədəfləyir. Bu da ola bilər. Müəllim Turalın bu aqressiv davranışının arxasındakı kök səbəbləri, yəni emosional gərginlik, diqqət çəkmə ehtiyacı araşdırır və növbəti dərslərdə hisslərini daha konstruktiv yollarla ifadə edə bilməsi üçün ona emosional özünü tənzimləmə bacarıqlarını deməli öyrədir. Deməli, götürürük. Bu da ola bilər, bəli. Yəni, uşağı başa düşür. Onun niyə bu cür davranıb, onun problemi kökünü araşdırır, tapır və niyə bu emosional gərgindir, niyə diqqət çəkmək istəyir, müəllim bunu araşdırır və növbəti dərslərdə hisslərini daha konstruktiv, yəni düzgün və effektiv yollarla ifadə edə bilməsi üçün ona emosional özünü, yəni idarə etmə bacarıqlarını öyrədir. Çox da gözəl cavabdır. Müəllim digər şagirdlərin də bu hadisədən dərs çıxarması və belə halların təkrarlanmaması üçün Turalın səhvini bütün sinifin qarşısında açıq şəkildə müzakirə edir, səhvdir. Və hamının qarşısında da rəsmən üzr istəməsi tamamilə səhv cavabdır. Deməli, biz cavab nə götürdük? 1 səhv idi. 2, 3, 4 götürdük. Cavab olacaq B variantı.
15-ci sual dərsin başlanğıcında müəllim sinfi cütlərə bölür və onlardan mövzu ilə bağlı bildiklərini yazmağı xahiş edir. Sonra onlara bu mövzuda məqalə verərək səhifənin kənarında müəyyən qeydlər aparmağı xahiş edir. Deməli, bu mövzuda məqalə verərək səhifənin kənarında qeydlər aparmaq artıq bizə ipucunu verdi. Bu insert metodudur. Yəni qeyd aparmaq, oxumaq və nəyinsə qeydini aparmaq, yəni məqalə, mütaliə insert metoduna aid idi. 16-cı sualda deməli, sinifdə şagirdlərdən Rəşad sinif yoldaşı Kamranın təqdimatını hamının qarşısında kəskin şəkildə tənqid edir və onun intellektual bacarıqları barədə alçaldıcı, kinayəli ifadələr işlədir. Yəni bullying tətbiq edir. Bu vəziyyətə dözməyən digər sinif yoldaşı Leyla dərhal ayağa qalxaraq Rəşada qışqırır. Rəşad kim idi? Sinif yoldaşı Kamranın təqdimatını tənqid edən, yəni bullying edən. Onun kobud olduğunu və susmalı olduğunu bildirir. Müəllim isə sinifdəki gərginliyi yatırmaq və dərsin gedişatını qorumaq üçün dərhal müdaxilə edir. O Leylaya sinifdə icazəsiz danışaraq intizamı pozduğunu bildirib irad tutur. Rəşad və Kamrana isə yerlərində sakit əyləşməyə tapşıraraq dərhal yeni dərsin izahına keçir. Nəsə biz burada müəllimin belə deyək də düz hərəkət etmədiklərini elə bil ki görürük. Bu situasiya ilə bağlı aparılmış pedaqoji təhlillərdən hansı tamamilə doğrudur? A-da deyir ki, müəllimin müdaxiləsi effektivdir, çünki o Leylanın qayda pozuntusuna reaksiya verməklə sinifdə intizamı bərpa etmiş və dərsin vaxt itkisinin qarşısını almışdır. Səhvdir. Niyə səhvdir? Deyir ki, Leylanın qayda pozuntusuna reaksiya verməklə. Bəs bayaqdan Kamran o boyda bullying, yox, Rəşad o boyda bullying edirdi. Heç ona münasibət nəsə də bir müdaxilə etmədim. Ona görə bu səhvdir. Rəşadın davranışı fərdi fikir və tənqid azadlığı çərçivəsində olduğu üçün müəllimin ona hər hansı irad bildirməməsi obyektivlik prinsipinin qorunmasına xidmət edir. Xeyr, Rəşad orada əməlli bullying edir. Nə tənqid azadlığı, nə belə azad fikir. Adam bullying edir orada. Müəllim Leylanın müdafiə addımının arxasındakı müsbət niyyəti görməmiş, bullying tətbiq edən Rəşadı isə faktiki olaraq cəzasız, reaksiyasız qoymaqla sinifdə bullyingə qarşı dözümlülük mühiti yaratmış. Çox gözəl bir cavab. Bəli, həqiqətən də müəllim bu mühiti yaratdı. Leyla yoldaşını müdafiə etdiyi üçün onun nümayiş etdirdiyi aqressiv və səsküylü reaksiya bullying mühitində tətbiq edilə bilən ən effektiv sosial-emosional davranış. Xeyr, səhvdir. Kamran bullyingə məruz qaldığı halda dərhal müəllimə şikayət etmədiyi üçün situasiyadakı ən uğursuz fəaliyyət məhz ona məxsusdur. Bu da səhvdir. Niyə səhvdir? Bizə deyir ki, pedaqoji təhlillərdən hansı tamamilə doğrudur. Məsələn, burada dedi də Kamran onun intellektual bacarıqları barədə kinayə ifadəli işlədir. Heç burada Kamranla bağlı başqa bir şey demir. Deməli, Kamran da heç nə eləmir. Amma bu təbii ki, bizdən nə istəyirdi? Pedaqoji təhlillərdən deyir, tamamilə doğrunu istəyir. Bunu biz tamamilə doğru kimi götürə bilmirik də. Çünki Kamranla bağlı orada elə bir cümlə yoxdur. Sadəcə deyir ki, Rəşad Kamrana bullying edir, Leyla girir söhbətə. Kamran orada rolu yoxdur. 17-ci suala baxaq. Effektiv müəllim-valideyn münasibətlərinə aid olmayan və bunlar əzbərçi suallardır. Kitabda nə yazılıbsa, yəni odur. Bizə aid olmayan istəyir. Aid olmayan diqqətli olaq. İlk ünsiyyətin pozitiv olması çox gözəl, nə qəşəng, daha da effektiv müəllim-valideyn münasibəti olar. Tədris ili başlamadan öncə valideynlərlə əlaqə yaratmaq, bəli, bu da var idi. Valideynləri dərs prosesini izləməyə dəvət etmək, nə gözəl. Valideyn deyəcək, ay Allah, nə yaxşı müəllimdir, özü mənə dəvət edir. Valideynə övladının nöqsanları ilə bağlı dərhal məlumatlar vermək. Bu artıq effektiv. Hansı valideyn xoşlayar ki, müəllim elə hər şey, bir şey olmamış tez valideynə zəng edib desin. Hansı valideyn sevər bunu? Təbii ki, heç bir valideyn. Bu zaman müəllim-valideyn münasibətləri effektiv olmayacaq. Valideynlə əməkdaşlıqda israrlı və təkidli mövqedə olmaq, bu da düzdür. 18. Deməli, müəllim dərsin sonunda şagirdlərə öz öyrənmə proseslərini təhlil etmək üçün aşağıdakı sualları ünvanlayır. Bu dərsin hansı hissəsi sizin üçün daha anlaşıqlı oldu? Hansı tapşırıqda çətinlik çəkdiniz və gələcəkdə bu çətinliyin öhdəsindən gəlmək üçün hansı strategiyadan istifadə edə bilərsiniz? Lakin bəzi şagirdlər öz çətinliklərini qeyd etməkdən çəkinir və sadəcə hər şeyi tam başa düşdüm yazmaqla kifayətlənirlər. Müəllimin bu fəaliyyəti və yaranan situasiya ilə bağlı doğru olan fikri bizdən istəyir. Deyir, şagirdlərin öz çətinliklərini qeyd etməməsi müəllimin dərsi mükəmməl səviyyədə tədris etdiyini və mövzunun şagirdlər tərəfindən tam mənimsədildiyini göstərir. Xeyr, səhvdir.
Niyə səhvdir? Bax, deyir ki, lakin bəzi şagirdlər öz çətinliklərini qeyd etməkdən çəkinir. Demir ki, müəllim super dərs keçib, uşaqlar da superdir, yəni heç bir səhvləri yoxdur. Burada onu yazır. Amma burada deyir axı çəkinirlər səhvlərini deməkdən. A səhvdir. Deməli, müəllimin şagirdləri öz idraki fəaliyyətlərini və tətbiq etdikləri strategiyaları dəyərləndirməyə yönəltməsi, onlarda reflektiv təfəkkürün düzdür və metakognitiv bacarıqların formalaşmasına xidmət edir. Bəli, bu doğru fikir idi. Müəllim tam olaraq ona yönəldir. Refleksiyanın obyektiv olması üçün müəllim şagirdlərin qeyd etdiyi çətinliklərə görə onlara summativ ballar təyin etməli. Təbii ki, bu yanlışdır. Şagirdlərdə özünü qiymətləndirmə çətinliyi yarandıqda müəllim dərsin sonunda refleksiya mərhələsini tamamilə ləğv etməli. Yanlışdır. Şagirdlərin hər şeyi başa düşdüm yazması dərsin sonunda qarşıya qoyulan təlim nəticələrinə şagirdlər tərəfindən 100% nail olunduğunun ən etibarlı sübutudur. Yanlışdır. Niyə? Çünki burada deyir ki, bəzi şagirdlər öz çətinliklərini qeyd etməkdən çəkinir. Ona görə yazmırlar. Getdik 19-cu sual. Ədəbiyyat müəllimi Kitabi-Dədə Qorqud dastanı mövzusunda şagirdlərin fəaliyyətini Dr. Norman Webin dərin bilik səviyyələri, yəni DOQ nəzəriyyəsinə uyğun planlaşdırmaq istəyir. Bu məqsədlə müəllim şagirdlərə 4 fərqli tapşırıqlar hazırlayır. Baxaq görək birinci burada nə istəyir? Təqdim olunan tapşırıqlar və onların DOQ nəzəriyyələri ilə bağlı aparılmış pedaqoji təhlillərdən hansıları tamamilə doğrudur? Deməli, bunları oxuyuruq, sonra burada da bunlara aid olanlar yəni var. Bunları bir-birinə tutuşturacağıq. Getdik. Deyir ki, şagirdlərdən dastandakı əsas tarixi, coğrafi faktları, boyların adlarını və hadisələrin baş vermə xronologiyasını göstərən sadə bir test tapşırığını cavablandırmağı tələb edir. Bizdə nə istəyir? Təqdim olunan tapşırıqlar və onların DOQ səviyyələri ilə bağlı aparılmış pedaqoji təhlillərdən hansı tamamilə doğrudur? Deyir, birinci tapşırıq şagirdlərin yalnız faktoloji biliklərini geri çıxarmağı tələb etdiyi üçün DOQ birinci səviyyəyə uyğundur. Həqiqətən də elə xatırlama mərhələsi idi də. Görürsünüz nə deyir? Faktlar, boyların adları, hadisələrin baş vermə xronologiyasını göstərən sadə bir test tapşırığını cavablandırmaq. Bir düzdür. İkinci tapşırığa baxaq. Şagirdlərdən oxuduqları boyun əsas ideyasını qısa konspekt şəklində ümumiləşdirməyi və mətndə rast gəlinən tanış olmayan qədim sözləri lüğətin köməyi ilə müvafiq mövzulara görə təsnif etməyə xahiş edir. İkinci tapşırıqda şagirdlər mətni ümumiləşdirdiklərini və təsnifat apardıqlarına görə bu fəaliyyət həqiqətən də DOQ-un ikinci səviyyəsinə uyğundur, doğrudur. Şagirdlərdən dastandakı baş qəhrəmanların, məsələn Qazan xan, Bamsı Beyrək, dastan boyu nümayiş etdirdikləri davranışların altındakı motivləri təhlil etmələrini və mətndən gətirdikləri çoxsaylı sübutlarla öz iddialarını əsaslandıran yazılı esse yazmalarını istəyir. Deməli, burada da üçüncü tapşırıq şagirdlərdən dərin təhlil, sübut gətirmə, arqumentləşdirmə tələb etdiyi üçün həqiqətən də DOQ-un üçüncü, yəni strateji təfəkkürə aiddir. Şagirdlərə Dədə Qorqud dastanındakı ailə, dövlətçilik və dostluq dəyərlərinin müasir cəmiyyətdəki rolu transformasiyasını araşdırmaq üçün fərqli tarixi, sosioloji mənbələrdən məlumat toplamaq, bu məlumatları sintez edərək geniş tədqiqat layihəsi təkliflər paketi hazırlamaq tapşırığı verir. Burada da 4-cü səviyyəni təbii ki görürük. Deməli, baxaq. 4-cü tapşırıq şagirdlərdən fərqli sahələrin mənbələri sintez etməyi, uzun müddətli təhlil apararaq yeni bir məhsul, tədqiqat ortaya qoymağı tələb etdiyi üçün DOQ-un 4-cü səviyyəyə uyğundur. 4-də düzdür. Bəs 5 yoxdur, 2 və 3-cü tapşırıqların hər ikisi Bloom taksonomiyasında təhlil etmək mərhələsinə uyğun gəldiyi üçün hər iki tapşırıq eyni zamanda DOQ-un 3-cü səviyyəsinə aid edilməlidir. Baxaq ikinciyə. Boyun əsas ideyasını qısa konspekt şəklində ümumiləşdirməyə, mətndə rast gələn tanış olmayan qədim sözlər lüğətin köməyi ilə müvafiq mövzulara görə təsnif etməyə xahiş edir. Xeyr, 5 səhvdir. Deməli, biz nəyə götürdük? 1, 2, 3, 4 olur C variantı. Və sonuncu 20-ci sual. Deməli, getdik.
layihə işini təslim etməyə az vaxtı qalan Fidanın kompüteri donur. O vaxt itirməmək üçün kompüteri servisə aparmaq və ya sistemi yenidən quraşdırmaq əvəzinə arxa fonda işləyən ağır proqramları dərhal qapadaraq sənədlərini bulud yaddaşına köçürür və işini vaxtında tamamlayır. Əslində bunu oxuyan kimi həmin təfəkkür ağlımıza gəlir. Bu situasiyada Fidanın nümayiş etdirdiyi təfəkkür növü və onun əsaslandırılması deyir hansı cavabda düzgün verilib. Analitik rüyaçı zaten oxuyan kimi gördüyü burada praktik təfəkkür var. Niyə? Görürsünüz deyir ki, layihə işini təslim etməyə az vaxtı qalan. Çünki praktik təfəkkürdə məhdud zaman çərçivəsi var idi. Sonra deyir ki, vaxt itirməmək üçün kompüter servisi aparmaq və sistemi yenidən quraşdırma əvəzinə arxa fonda işləyən ağır proqramları dərhal qapataraq. Praktik təfəkkürdə deyirdi ki, problemlə rastlaşan kimi mən bu problemin içindən necə etməliyəm ki, çıxım. Yəni hamısı praktik təfəkkürə aiddir. Çünki o qarşıya çıxan gözlənilməz real problemi mövcud şəraitə uyğunlaşaraq əlindəki resurslardan səmərəli istifadə edərək həll etmişdir. Bəli, 20-ci sualın cavabı da C variantıdır. Suallarla bağlı fikirlərinizi yorumlarda gözləyirəm. Hər birinizin yorumunu cavablayacağam. Əgər kim ki bu mix səviyyəli suallar idi, kim ki bundan 20-dən 17, 18, 19 20 düz yazıbsa, yəni də 16, 17, lap 16-nı da sayaq, minimum 16 yazıbsa, yəni yaxşıdır. Sağ olun.